Azərbaycan müsəlman ölkəsidir. 96% müsəlmandır. Amma nə şiələrin ölkəsidir, nə sünnilərin ölkəsidir. Ümumiyyətlə, Azərbaycanda dinə təsirlə bağlı başqa ölkələrin, tutaq ki, dinə yanaşması ilə bizim yanaşmamız arasında kifayət qədər fərqliliklər var. Biz dünyəvi dövlətik. Heç kim İslamı və yaxud hansısa dini Azərbaycanda qadağan eləməyibdir. Bu mümkün də olan bir şey deyil. Biz dinə qarşı da bir dövlət deyilik. Əksinə, Cənab Prezident tərəfindən, Heydər Əliyev Fondu tərəfindən bütün dinlərə göstərilən münasibət göz önündədir. Biz ənənəvi İslam deyə bir anlayış, bir ifadə işlədirik. Bəzən deyirlər ki, ənənəvi İslam nədir? İslamın ənənəvisi qeyri-ənənəvisi olur. Biz ənənəvi İslam dedikdə şəriəti nəzərdə tutmuruq. Bir var şəriət, bir də var mədəniyyət. Şəriət bizdə deyinidir, Türkiyədə deyinidir, İranda deyinidir, Səudiyyə Ərəbistanında deyinidir və dövlət şəriətə qarışmır. Amma bir də var mədəniyyət. Bütün xalqların mədəniyyəti onun şəriətlə, İslamla çoğulaşır. Nəticədə o mədəniyyətlə şəriətin çoğulaşıb meydana gətirdiyi xalq, toplum ənənəvi İslamın, bax bunu nəzərdə tuturuq. Tutaq ki, mən Azərbaycanlıyam, Gündüz İsmayılov. Tutaq ki, mən şiəyəm, sünniyəm, dəxli yoxdur, müsəlmanam. Bir İran vətəndaşını götürün, o da şiədir. Bizim şəriətimiz bir, dinimiz bir, qibləmiz bir, peyğəmbərimiz bir, hətta tutaq məzhəbimiz də bir. Amma həyat tərzimiz eynidirmi? Ənənəvi İslam dedikdə bunu nəzərdə tuturuq. Ənənəvi İslam dedikdə şəriəti yox, hər bir xalqın İslamı necə mənimsədiyini nəzərdə tuturuq. İnsanların həyat tərzini təkcə din formalaşdırmır axı. Burada etnik amillər var, burada mədəni amillər var, ailə dəyərləri var, təhsil var, dövlətin qayda qanunları var, cəmiyyətin stereotipləri var. Bunlar həyat tərzini formalaşdırır. Mənim o İrandan gəlmiş bura müsəlman qardaşım, onun art niyyəti nə olub, heç onu qoydum bir kənara. O gəldi, dinimi təbliğ elədi, mən dindar oldum. Nəticədə mən dindar oldum, amma həyat tərzim bir İranlıya bənzədi. Mənim Səudiyyə Ərəbistanından, Küveytdən və yaxud hansısa bir ölkədən dindar bir müsəlman qardaşım gəldi. Nə niyyətlə gəlməsindən asılı olmayaraq. O dinin təbliğ elədi, amma o dinlə yanaşı o ərəb mədəniyyətinə xas xüsusiyyətlər də mənə keçdi. Nəticədə mən dindar oldum, amma ərəbə bənzədim. Mənim Anadoludan türk qardaşı, canı bir, qanı bir türk qardaşım gəldi. Nə olsun ki, biz eyni millətik, amma həyat tərzimizdə fərqliliklər var. Siyasətə, dünyaya, gələcəyə baxışda fərqliliklərimiz var.